Bəzi adamlar deyir, qismət olmur mənə filan şey. Qismət olmur ona görə ki, düşünmürsən o barədə. Qismət olmur deməli düşüncən zəifdir. Nəyinsə adama qismət olmamasının kökünü axtaranda düşüncəsizlik, az düşünməkdir. Düşünürsənsə əleyhissalam buyurur ki, düşünsən, xeyir işi görəcəksən. Deməli az əhəmiyyət verirsən, az vaxt ayırırsan, az düşünürsən ki, onu eləməkdə sənə qismət olmur. Təfəkkür insanı yaxşılıqlara və yaxşılıqlara əməl eləməyə sövq etdirir. Yəni kim düşünsə, yaxşı əməl eləməyə qaçılmazdır. Təfəkkür varsa, əməl də var. Həqiqətən təfəkkür bütün xeyirlərin atası və anasıdır. Yəni hər şey. Xeyirləri təfəkkür dünyaya gətirir. Təfəkkürlə insan bütün xeyirlərə çatır. Bu düşünmə insanı çox yerlərə çatdırır. Mənəvi nəticələrə çat. Biz gərək həyat tərzimizi kökündən dəyişək. Neçə yaşlı oluruqsa olaq, fərqi yox. Heç də məyus olmasın yaşlı, ağsaqqal adamlarda, cavanlarda. Həyat tərzimizi gərək dəyişək, təfəkkürsüz yaşamayaq.